Ay Elçin, nə oldun sən? Gələm müəllim. Çox gözləyəcəyəm mən səni. Gəlirəm də, iş görürəm də, elə bir bekaram. Sənədi göndərirdim də nazirliyə, işdən çıxılı 6-da gedilər. Sənəd göndərmirdin, iqra oynayırdın. Ay Allah, yenə başladı onu, gedmirdin sən. Mən gedirəm, sən məktəbə göz ol. Narahat olma da, hər şey öz nəzarətimdə olacaq. O açarı da özün bilirsən də, göz bəbəyin kimi qoru. O açarı mən elə yerə qoymuşam ki, onu mən elə yerə qoymuşam ki, ona heç siçan da oradan axtarıb tapamaz. Yaxşı. Allah. Müğayət ol məktəbə. Oldu müəllim. Oyun Sağ oynama, salamat. telefondan oyun oynama. Yaxşı. Vaqif. Girin oyuna gəlirəm. Yola saldım. Biraz da möhkəm marçıldat. Qonşular eşitmir axı. Niyə dəstə deyirsən elə? İndi çıxıram. Bağışla, diqqətsiz oldum. Nəsə lazım olsa deyərsən. Kaş ki sənə yaxşı ata ola biləydim. Heç kim başa düşmür. Mən olmasam dağılar bu məktəb, dağılar. Ancaq qışqırmağı bilir elə. Açar. Heç yerim tapmayasan sən açarı. Dəqiqa boş, atam. Neyse Allah şeytana lənət eləsin. O günləri server düzəltdim. Sırağa gün, projekt. Nə var, nə istəyirsən? Zooparkdır bura, hə? Yoxsa məktəb deyil. Orada fit şey deyir, quş fit deyir, sən burada sözüm var. Nə olub Elçi müəllim? Yenə niyə deyinirsiniz? Deyinərəm də. Mən olmasa dağılar axı bu məktəb. Mənim deyinməyim də bu məktəbi saxlayan. Sözüm var mənlik. Xeyr. Hə, ya Allah, xoş gəldin, iş görürəm. Yaxşı. Buna bax. Hardan tapıb bunları bilmirəm. Dilim də yandı. Qapını bağla. Bir daha bu konserini düzəltdirmirəm. Sən çox danışırsan, amma həm də sakitsən. Bu tərifdir. Sadəcə müşahidədir. Ola səndən bir şey soruşum. Sən niyə belə danışırsan? I've lived abroad a long time. Heç nə başa düşmədim. Neysə, mənim vacib çox işlərim var. Hələlik. Sağ ol. Zeynəb!
Çox gözlətdim. Yox, elə mən də indi gəldim. Nə olub sənə? Yenə gec yatmısan? Ay, axşam dərsləri gec başlamışdı. O görə biraz gec yatdım. Nə olub? Sən heç gec yatmamısan? Yox, ona gülmürəm. Bir şey yadıma düşdü. Nə? Yadımda keçənlərim tamaşa oynayırdıq. Aha, yadımdadır. Həmin tamaşada sən şiri oynayırdın. Fatimə səni necə üzərə yıxılmışdısa. Ayda, ona heç deməyə. Bir ay qolum sarğıda gəzmişdim ondan sonra. Ay qardaş, söz güləşdirmə də. Ərəsindən bir cür çəkirəm mən bunların. Bu kimdir? Alo. Hə, bildim. Bilirsiniz, mən üzr istəyirəm, mənə 1-2 gün möhlət verin, məktəbdə bir hadisə olub. Onu yoluna qoyub yazacağım ərizəmi. Hə, 1-2 gün. Hə, oldu. Bax oğlum, bu məktəb sadəcə daş divar deyil. Bu gələcək nəsil üçün bir qapıdır. Al bu açarı, götür. Bu məktəbi qorumaq sənin boynunun borcudur. Atama söz verirəm ki, bu məktəbi göz bəbəyim kimi qoruyacağam. Sən inanırım. Gəl. Narahat olma, papa. Mən səni utandırmayacağım. Azərbaycanın cənub əyalətləri Səlcuq sərkərdəsi Həsənin nəzarəti altına keçdi. Səlcuq Azərbaycan türk qoşunları 1048-ci ildə Bizans, Davam elə. erməni və gürcü feodallarının birləşmiş qüvvələrini darmadağın etdilər. Lalə yaxşıdır. Çox sağ ol. Sənə 1-5. Cavid, sən de görüm. Sultan Toğrul Bizansa hücum eləyəndə ilk hansı şəhəri aldı? İstanbul. İstanbul. Yəqin ki, Toğrul İstanbulu alsaydı, biz bu dili türkçə yox, Bizans dilində keçərdik, düzdür? Özə cavab verəndə ayağa qalxmaq lazımdır. Otur. Müəllim, o zaman da testlər latınca olardı. Sən heç latınca da kömək eləməzdi, xəyal. Sən ondan da 2 alardın. O heç latınca kim də bilmir. 2 universal rəqəmdir. Hər dildə keçərlidir. Siz belə baxıram ki, tarix dərsindən daha çox məntiq dərsində uğur qazanardınız. O da zarafatda. Yaxşı. Uşaqları yadda saxlayın. Gələn dəfədə qaldığımız yerdən davam edəcəyik. Yaxşı? Çıxa bilərsiniz. Xəyal, gedək futbol oynayaq. Gedək də. Tarix dərsini tapşırıq eləmirsən? Xeyr eləməmişəm. Necə maraqlı deyil. Bütün dərsi əl qaldırdım ki, danışın, qoyma deyə. Dəqiq öyrənmişdin. Hə, niyə belə deyirsən? Niyə belə deyirəm? Səhv etmirəmsə axırıncı dəfə sən dərs oxuyanda qar yağır deyə. Çox gülməlidir. Salam dostlar. Cavid, dünən dediyin oyunu oynadım. Heç də sən dediyin kimi çətin değildi. Mən nə vaxt çətin dedim ki? Hətta o hörümçək var ha. Ən zəif bosslardan biridir. Hə, onu 5 dəqiqəyə öldürdüm. Baxın, bu qədər danışırsınız, heç başa düşə bilmirəm. Siz bu oyundan nə zövq alırsınız? Baş lazımdır, o da səndə yoxdur. Çox gülməli idi. Hə, yaxşı yadıma düşdü. Deyəsən məktəbdə nəsə baş verib. Həyətdə polislər gördüm. Nə olub görəsən? Çox maraqlı gəldi. Gedək baxaq da. Hə, gedək. Burada qəribə ayaq izləri var.
Görəsən hara gedir? Ay qız, adam belə qorxudar. Bəli. Nə bəli, bizi cəsumluq edirsən? Xeyr. Nə istəyirsən? Deyə bilmirsənsə niyə gəlirsən? Ola bilər. Bizlə oyun oynayırsan? Dərdini aç. Ya da ona davam et. Dərd danışmaq deyil həmişə. Bəs səncə burada nə baş verir? Siz çox danışırsınız. Bəs sən nə edirsən? İz axtarırsan? İz tək tapılır. Səs onu dağıdır. Bizi istəmirsənsə, niyə istəyirsən? Bəlkə siz məni izləyirsiniz. İcazə verin, gedim izlərimi axtarım. Maraqlısı odur ki, görüntüdə bir nəfər belə olsun görsənmir. Kamera varsa niyə görüntü yoxdur? Deməli, hər şey silinib. Yo, həmin gün deyəsən elektriklər çıxıb gedibmiş. Bu həmişə olan hadisə deyil, necə deyirlər, nadir hadisədir. Nadirdir. Amma açar yoxdur. Bu açar nə idi belə? Niyə bu qədər dəyərlidir? Qızıldan idi. Açar bu məktəbin qapısını açan ilk açar olub. Yəni mənim üçün adi metal parçası deyil. Necə deyirlər, bir tarixdir mənim üçün. Bəli, tarixdir, xatirələri var, tarixi xatirələri var müəllimin. Tapılar inşallah, tapılar. Yaxşı, yaxşı. Biz bu işin üstündə çox ciddi çalışacağıq. Ancaq sizin də bizə köməkliyiniz lazım olacaq. Müəllimlərlə və şagirdlərlə biz bir-bir danışmalıyıq. Yo, indi Elçin müəllim bu məsələ ilə bağlı nə köməkliyi lazım olsa eləyəcək sizə. Bəli, açarlar bəndədir, hamısı açar, amma o tarixi açar, inşallah onu da taparıq, o açar da məndə olar. Yaxşı Tural bəy, ümid edirəm ki, bu məsələ çox qısa vaxtda öz həllini tapacaq. Hə, mən də ümid edirəm, yoxsa atam yuxuma girib məni danlayar, öləndən də işte. Müəllim, mən sizə deyim, bu kameralar bir sağdadır, oradan dönəndə sağa, gedək göstərəcəm. Görəsən nə olub? Yəqin yeni yuxarı siniflər dalaşıblar. Bacı, gedək yemək yeyək. Gəl gedək. Sən də gəlirsən? Siz gedin bufetə, mən indi gəlirəm. Qorxma, cizgi filmidir. Nə qorxursan, ha bala? Bax, sən də bax. Mahkəmi! Hə, bala, eşidirəm. Bir şey soracaqdım. Bayaq polislər gəlmişdi. Niyə gəlmişdi? Hə, bala, bax, sağ nə var? Niyə gedib dərsini oxumursan? Mühafizəçisən sən? Niyə qışqırırsan? Sadəcə maraqlı gəldi, ona görə soruşuram. Yaxşı. O kitabxanada açar vardı. Aha. Bax, o açarı kimsə oğurluyor. Doğrudan? Hə, doğrudan. Ürəyin yerinə düşdü. Get dərsini oxu bala, get. Yaxşı, çox sağ ol. Harda qalmışdıq? Burada, hə? Ay, nə tər çəkirlər, ha? Uşaqlar, polisləri siz də gördünüz? Hə, görəsən niyə gəliblər? Cavid nə baş verini öyrənməyə gedib. Cavid araşdırmağa başlayıbsa, deməli nəsə ciddi məsələdir. Yadıma düşdü, keçən dəfə də eyni cür başlamışdı. Aha! Bax bu ketçup ləkəsi. Bufetə gizlicə girənin izidir. Qapı da açıq qalıb. 100% burada kimsə girib. Bufetə gizlincə gələn tək şagird kimdir? Məmməd! Mən ac idim. Evdə də yemək yox idi. Sadəcə sendviç götürmüşdüm. Biz səni başa düşürük. Amma bir də belə eləmə.
Dostluq komandası. 1, 2, 3. Görəsən Cavid nə xəbərlə gələcək? Bunlardan da heç xoşum gəlmədi. Heç vaxt. Deyəsən məni də bəyənmirsən, hə? Eşitmisiniz? Keçən il bu məktəbdə bir ruh varmış. Ay dəli, nə ruh? Kim deyib onu sənə? Hə, mən də eşitmişəm. Axşam vaxtı 3-cü mərtəbədə səslər eşidilib. Yox, xadimə axşamlar oranı süpürməyə qorxmur. Vallahi bu gün idman dərsindən necə qaçmısınızsa sizin başınız havalanıb. Başım ağrıyır. Sizi görəndə mənim başım ağrıyır. O biri də yapışıb yaxama ki, gəl yaz ərzəvi, yaz ərzəvi. Mənim atam yaradıb bu mülki. Yadigar mülkdür, mən niyə qoyub getməliyəm? Sən açırsan bu oyunu. Mən niyə? Mən niyə? Mən sənin tapşırıqları yerinə yetirmişəm. Sən nə etmişəmsə? Tapşırıqlar, belə tapşırıq yerinə yetirərlər. Atamın ruhuna görə narahatam. Allah rəhmət eləsin. Bu işin də altından sən çıxsan, mənim daha sənə sözüm yoxdur. Sən ağ elədin ha. Ağ elədin sən. Mən açar lazımdır. Bax nəyimə lazım mənim açar? Bu açar ağzımı nə açırsan? Keçən il sən də öylüydün mənə deyən ki, açarı sataq partala. Mən indi də o sözümün üstündə dururam. İndi də dururam. Partala dağılıb xəbərim var məktəbdən. Mən sənə deyirəm. Açar tapılmasa, mən bilərəm süsü ilə nə edərəm. Mənə lazım idi açar. Lazım idi mənə. Gəl. Gəl çıxə. Siz özünüz açarınızı itirmisiniz. Bu üstünə var. Dostlar, bilirsiniz polislər niyə gəlibmiş? Niyə? Kitabxanadakı qızıl açarı oğurlayıblar. Bu ki əli xəbərdir. Nə əladır? Hoppa, oğurluq. Sən az danış. Qalx, dərsə gecikirik. Siz də mənim düşündüyümü düşünürsünüz? Elədir ki, var. Bunlar deyəsən nəsə edəcəklər. Bunlar həmişə nəsə eləyirlər. Sən onlara baş qoşma. Sən axşamki oyunu hazırsan? 100%. Sizcə bufetdə gizli kamera var? Yox, bufetdə gizli kamera olsaydı, keçən dəfəki yediyim 3 pirajnamı görərdilər. Kamera olsaydı Zeynəbin çay tökdüyü anda çəkərdilər də. Əgər kamera varsa, mən ona sabah salam verəcəm. Görək mənə cavab verəcək ya yox. Nəysə, gəlin gedək dərsə gecikirik. Səncə bir sirri qorumaq üçün susmaq yaxşıdır, yoxsa danışmaq? Bu sirrin kimə aid olmasından asılıdır. Sənin sirrin səni qoruyursa, sus. Başqasını qoruyursa, danış. Bu nədir? Hə? Doğrudan, bu nədir? Bu nədir? Bu nədir? Bu nədir? Məktəbdə sirli izləri görmüşəm. Qulaq asın, deyəsən bu maska məktəbdə gəzir. Deyəsən mən də görmüşəm. Mən də görmüşəm. Qulaq asın, siz mənə kömək eləyə bilərsiniz, yoxsa yox? Niyə deyəsən? Axırıncı dəfə harda görmüsən? Təmizlik otağında. Gəlin gedək ora. Gedək. Bəs indi nə edirik? Birbaşa kitabxanaya gedirik? Yox, məncə ədəbiyyat dərsindən sonra gedək. Onsuz da müəllim danışma imkan vermir. Əvvəl dərs, sonra detektivlik. Mən sizinlə gəlmirəm. Xəyallan test yazmağa gedirik. Bax Lalə, söz vermisən, kömək edəcəksən. Kömək yox, yanında oturaram. Fərqi var. Oğullar, inşallah sualları düz cavablandırarsınız. Xəyalda o potensialı görmürəm. Lalə, birinci sualda cavab C-dir, düzdür? Bilmirsən, eləmə xəyal. Axı sən dedin yanımda otur, kömək edərəm. Yox, mən dedim istəsən otur. Kömək barəsində çəkilmişəm. Yaxşı, ikinciyə baxaq. Orada böyük kəsir deyir. Bu nədir axı? Mənə görə böyük kəsir pizzanın yarısından çox olan hissədir. Pizzanı unutsan yaxşıdır. Diqqətimi pozma. Xəyal, sən yenə test əvəzinə teatr oynayırsan. Şamil, sən də sus. Heç olmasa bir sual dedə. 5 manat ver, deyim. Yaxşı da, indi də olanda verərəm. Yox, mən özümü risk atmaq istəmirəm. Uşaqlar, test sizin bilginiz yoxdur, aktörlüğünüz yox. Xüsusilə bəzilərində.
əsərini müzakirə edəcəyik. Yaxşı, sizə belə bir sual verirəm. İnsan bəzən niyə doğru ola-ola təhlükəni seçir? Və ya bəzən sirri nə qədər qoruya bilər? Çünki təhlükə insanın içində yatır. İblis xaricdən gəlmir, o içimizdədir. Sadəcə oyunmaq üçün səbəb axtarır. Dərin cavabdır. Elə Hüseyn Cavid də bunu demək istəmişdi. İnsan var ki, həqiqəti görəndə onu danar. Çünki ona baxmaq, güzgüyə baxmaq kimidir. Özünü görmək ağrıdır. Bu nədir əzbərləyik? Bəlkə də iblisin özü budur. Aylin, görürəm ki, sən dərsi çox yaxşı öyrənmisən. Yaxşı, bəs uşaqlar, insan sirri qorumaq üçün nəyi qurban verər? Dostlarını, hətta vicdanını belə. Tam doğru cavab. Bəzən susmaq, bəzən susturmaq kimi. Olar gələndə Ölülər əsərindən danışaq. Əlbəttə olar. Belə görürəm marağım var əsərə. Bəli, çox maraqlıdır. Şeyx Əhməd Mizəli qəhrəmandır. Yaxşı, oxuyarım. Bu Rəşad da yaman axırbaqlar dərs oxuyan olub. Düz eləyir də, bəsdir. Dərsdən sonra voleybola gedək? Yox, bugün işim var, alınmayacaq. Yaxşı uşaqlar. Gələn dərs Ölülər əsərini müzakirə edəcəyik. Görüşərik. Gedə bilərsiniz. Salam Nigar xanım. Siz dərsdəydiniz? Hə, dərsdəydim. Biraz uzandı. Amma bugün fəal idilər. Həm də mövzu iblisvari idi. İblisvari? Yəni siz bu bildiyimiz iblisli şeylərdən danışırsınız. Yox, yəni sizə iblis demək yox, yəni elə yox, siz çox yaxşı müəllimsiniz. Fərid müəllim, yaxşısınız? Yaxşıyam, hə, hətta bu gün daha çox yaxşıyam. Bilsiz, olur dil sürüşməsi, tərləmə. Napolyon da son döyüşündən qabaq belə idi. Siz də döyüşə gedirsiniz? Yox, bilirsiniz, insan bəzən ürəyinlə döyüşür. Bəs komandir jurnalını itirsə, əskərlər neyməz? Əskərlər yalnız əmir gözləyir. Dərsə gecikməyin. Bugün də sizin tarixiniz yazılır. Əsl dərs bu gün oldu. Sizcə, bəzən məktəbdə yalnızca dərslərimi öyrədilir. Yoxsa insanlar burada gizlənməyi də öyrənir. Səncə kim gizlənir? Hamı. Kimisi ağlını, kimisi qorxusunu, kimisi də kim olduğunu. Məgər biz özümüz kimi davranmırıq? Bəzən yox. Çünki bəzən özün olmaq ən təhlükəli qərardır. Bu məktəbin divarları çox sir saxlayır, amma ən dərin sir hər kəsin öz içində gizlənəndir. Sən bəlkə də kitab yazmalısan. Mən çoxdan başlamışam. Sadəcə siz indi bilirsiniz. Dostlar, salam.
Salam. Sizdən bir xahişim var. Buyur. Yenə nə olub? Nə itirmisən yenə? Mən riyaziyyat dəftərimi evdə unutmuşam. Amma müəllimə yoxlayacaq. Mənim dəftərimi oxşar kimdən salıb 5 dəqiqəlik mənə verin də. Bəs müəllimə görsə ki, bu başqa dəftərdə, onda nə deyəcəksən? Adını siləcəm də, məni yandırmayın. Bu gün onsuz da heç nə yaxşı getmir. Sən riyaziyyat dəftəri yox, detektiv planı yazırsan. Bir gündə normal xəyal, həmişə filmlərdəsən. Sonra sendviç mənlik. Sendviç, getdik. Sendviç. Deyəsən, sendviç oğrusunu tapdın. Sizin burada nə işiniz var? Oğurluq hadisəsinə maraqlanırıq. Hə, inanılmazdır. Məktəbin ən dəyərli əşyası itib. Mən çox təəssüflənirəm. Ancaq heyfsənməyin. Biz çox yaxşı detektivlərik. Mən sizə inanıram. Amma mən çox heyfslənirəm ki, oğrunu görə bilmədim. Hər şey o qədər sürətdən baş verdi ki. Sizin heç bir günahınız yoxdur. Mən bitirdim, gedə bilərik. Çox sağ olun uşaqlar. Gedək. Siz də sağ olun. Burada açar var idi axı. Xara etdi belə. Qəribədir. Bu maska bezdirdi. Niyə təmizlik otağında belə maska olsun ki? Neysə. Gedim görüm. Başqalar tapıram. Ay, qanacağın olsun da. Müəllimən də elə sizə yaxınlaşır. Girmə ağzıma, de söz ver. Məni dünən axşam zəng ediblər, polisə çağırıblar. Çağırıblar, get də. Bunu mənə niyə deyirsən? Subordinasiyadan müəllim, həm də kimə deməliyəm? Bu məktəbin direktoru sizsiz. Sizin məktəbin müəllimini polisə çağırırlar. Ay Fərid, sən də yaman çox danışan olmusan. Kimə deyək axı müəllim? Başa düşürsüz, mən müəllim adamam. Mənim polisdə nə işim var? Mən açarı neynirəm? Birisi əlvi qolvu ölçmə mənim üçün, mən də silesir deyirəm. Çağırıblar, get izahatımı ver. Boş-boş danışıb, məni hövsələdən çıxartma. Müəllim, axır vaxtlarda sizə heç nə demək olmur. Ən yaxşısı belə eləyək. Mən ərizəmi yazım tez bir zamanda çıxım gedim. Siz də rahat olun, mən də rahat olum. Çünki mən bu məktəbdən artıq bezmişəm. Mən qışqırtmaz. Dünəndən yazaydın hər. Oldu müəllim. Qaldıq ələyə qatda. Bildim papa. Görüm sən hövsələdən çıxartır məni. Tapacağım. Rahat uyu. Əngin səmalarda. Vəziyyət heç də yaxşı deyil. 3 günə tətildir. Hələ biz açar oğrusunu tapa bilməmişik. Yəqin ki, rəhbərlik də özünü yaxşı hiss etmir. Yaxşıdır, mediaya yayılmayıb. Görürsən oğru açarı neyniyib? Yəqin ki, doğrucu qızıldan idi. Mən təklif edirəm ki, gecə yenə məktəbə gələk. Ola bilsin ki, oğru ilə rastlaşdıq. Hə, dostlar, elə mən də onu demək istəyirdim də. Əvvəl etmişik. Nə deyirsən, Cavid? Axşam saat 10-da məktəbin qarşısında görüşək. Atamız da elə onu deyir elə. Bacı, nə olaraq deyilmə, sən şokolad alaram. Yaxşı, amma bahalısı olsun. Yaxşı. Razılaşdıq.
Nigar xanım, üzr istəyirəm, qorxutdumsa. Vaxtınızı almaq olar bir dəqiqə. Fərid müəllim, hər şey qaydasında? Qaydasındadır. Düzdür, dərslər biraz yorucudur, uşaqlar iblisvari. İcazə versəydiniz, getdiyiniz yerə qədər sizi müşahidə eləyərdim. Yəni, məktəbin ətrafı biraz təhlükəlidir. Nə vaxtdan məktəbin ətrafı mina sahəsinə çevrilib? Axı canavar var, yəqin bilirsiniz. Siz də cəngavərsiz onda, hə? Siz şəhzadəsizsə... Hə. Qılıncım yoxdur, qələmim qırıqdır. Qələmim var. Qələm qılıncdan kəskindir deyirlər. İcazə versəydiniz kəskinliyini sizə göstərmək istəyərdim. Yəni şeir yazardım, şeir. Siz şeir yaza bilirsiniz? Hə, elmi poetik, fəlsəfi, romantik. Evə qədər müşayiətə ehtiyac yoxdur. Amma bu gülüşün mənə bəxş elədinizsə nə gözəl. Mən sizə gülüş bəxş elədim. Bax gör tarixə nə yazdım bugün. Görəsən bu da imtahandır. Tək cavabı düz olsun. Abala, saatdan xəbəriniz var? Bu saatda burada nə edirsiniz? Ancaq o sualı versə. Doğrudan bezmədin eyni sual verməkdən? Siz nə çərənirsiniz? Basketbol oynayırdıq. Hər 5-ci gün basketbol oyunumuz. Nə basketbol. Gedin buradan, tez. Gedin. Tez olun. Qoymazlar kinomuza baxaq. Hayatımda. Oyda. 5 dəqiqə. Öyrəncəliyik gecikməyinə. Plan nədir? Heç nə, təklif edirəm direktorun otağından başlayaq. Gedək. Bəxtimizdən qapaq çıxdı. Bilmirəm, nəsə birdən-birə içimdə qorxu hissi yaranmağa başlandı. Elə bilirsiniz, məktəbə gəldiyinizi görmədim? Hə? Oğurluq hadisəsi. Abla, bir dəqiqə dayan. Mühafizəçi var burada. De görüm. Oğurluq hadisəsinə maraqlanırıq. Sən ki bilirsən, biz detektivlik eləyirik. Bəs onda direktor otağına niyə baxırsınız? İpucu axtarırıq, hər daşın altında baxmaq lazımdır. Sən bilirsən, taktikal məsələdir. Taktika. Gəl onda belə eləyək. Siz davam eləyin. Mən də gedim ətrafı pısım görüm nə baş verir. Davam eləyin. İnsanlar sənə çətin yaxınlaşır. Sən bunu istəyirsən? Bəlkə də. Yaxınlıq riskdir. Amma yaxın olmaq təhlükəli deyil. Bəzən cavabdır. Yaxın olanda daha çox şey hiss edirsən. Onda səninlə həm də qorxuludur. Amma dostluq təhlükəsiz zonadır. Orada qorxmaq olmur. Görək sonda kim daha haqlı çıxacaq. Aha, fənər tapdım. Çox sağ ol. Dostlar, bura baxın. Burada direktorun işdən çıxmağı ilə bağlı xəbər gəlib. Bəlkə də bunun oğurlanmasına bir səbəbdir. Mənasız şeylər baş yormayın.
Ya da bir dəqiqə, ola da bilər, olmaya da bilər. İpucu kimi nəzərə alsaq, görünər ki, burada bizə lazım olan heç nə yoxdur. Gedək başqa yerlərə baxaq. Gedək. Zeynəb yenə öz ampulasındadır. Ölərəm yaşamayaram ay Bakı sənsiz Bakıdır məskənidir Bakıda qalacağam Ölərəm yaşamayaram ay Bakı sənsiz Bakıdır məskənidir Bakıda qalacağam Bakının balasıyam Bakının balasıyam Bakıda doğulmuşam Bakıda qalacağam Bakının balasıyam Bakının balasıyam Bu ki Fərid müəllimdir. Maraqlıdır. Görürsən o burada nə edir? Gəl biz yeyək də onu. Uşaqlar, sizcə bu işin altından Fərid müəllimin çıxma ehtimalı sizcə nə qədərdir? 75. Niyə bu qədər çox? Çünki hal-hazırda binadadır. Çox gözəl zəkanız var. Hardan tapmısınız bunu? Uşaqlar, zarafat vaxtı deyil də. Bir dənə ora baxın. Sizə bir məsləhətim var. Ardımca! Dostlar, bu qədər təsadüf olamaz. Məncə də. Bayaq Fərid müəllimi gördük. Ardıyca canavar çıxdı qarşımıza. Bu elə odur. Amma sübut eləməliyik. Biz daha əqrəb, klon kimi oğruları dəf etmişik. Canavar nədir ki, ona da qalib gəlməyək. Əvvəlkilər kimi tələ qurmalıyıq. Yaşasın dost komandası! Canavar! 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 Gəl! Canavar, mən səni belə qorxaq bilmirdim. Canavar, qaçma! Canavar, hardasan? Bu da hardadır? Gel, gel! Gel de! İndi! Uşaqlar, sizi təbrik edirəm. Zəkanız,
cəsarətiniz və ən əsası birliyiniz bu məsələnin həllində çox böyük rol oynadı. İndi isə görək bu maskanın altındakı canavar kimdir? Tural müəllim. Gördünüz, mən demişdim. O məktəbdən ayrılmaq istəmirdi. Amma belə etmək oğurluq. Görünür bu onun üçün təkcə açar deyildi. Bəli, bu mənim atamın yadigarıdır. Bu məktəbin qapısını ilk dəfə o açarla açmışdı. Bu məktəbi mənim əlimdən alanda elə bildim, atamı da əlimdən alırlar. Ona görə söz vermişdim ki, qoymayacağam. Mən sizi başa düşürəm Tural bəy. Amma bu düzgün deyil. Qanun hər kəs üçündür. Bu uşaqlar məktəbi, ümumiyyətlə dəyərləri bizdən yaxşı qoruyurlar. Sizdənmi? Olamaz ki, elə özün. Dur getdi. Bu zorakılıq ya, sən xəbərin var. Sən elədiyin nədir? Özün də qanun adamı, belə olmuraq. Dostluq komandası. 1, 2, 3. Nəhayət səni tapdım. Ura!